Bizim TV'nin Şirvan bürosunun məlumatına görə, Göyçay rayon mərkəzində yerləşən taxta sexlərinin birində yanğın hadisəsi qeydə alınıb. İlkin məlumata əsasən hadisə günorta saatlarında baş verib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay və Uzar rayon yanğından mühafizə hissələrinin əməkdaşları cəlb olunub. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində yanğın geniş əraziyə yayılmadan söndürülüb və alovun digər obyektlərə keçməsinin qarşısı alınıb. Hazırda hadisə yerində müvafiq qurumlar tərəfindən araşdırılma aparılır. Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Salam qardaş, mən Bəşirov Etibar. Deməli, evdə oturmuşdum, gördüm ki, yuxarıdan tüstü çıxır. Maraqlandım, dedilər, bəs Göyçayda, Nativan küçəsində yeşil sexində yanğın hadisəsi baş verib. Qaça-qaça gəldim buraya, gördüm ki, yanğın böyük bir ərazini əhatə edib budur. Mən gəldim, burada nə qədər yeşiklər vardı. Gördünüz, baba, bu küllər, közlər hamısı yeşiklər olub, yanıb qutarıb. Fövqəladə Hallar Nazirliyinin sağ olsun, əməkdaşları və texnikalar gəliblər, yanğının qarşısını alıblar və qıraqda obyektlərə keçməsin mane olublar. Bəli, geniş bir əhatənin belənsənə deyib, baba, gördünüz nə boyda ərazini əhatə edib. Necə oldu gördünüz burada? Vallahi evdə işıqlar söndü anidən. Maraqlanıb, option dedilər ki, bəs yanğın açılır. Çıxdım elə pəncərədən baxdım ki, qıpqırmızı səman belənsə. Gəldim, maraqlanıb, dedilər, bəs Nativan küçəsində yanğındır, yeşil sexində. Elə qaçaq gəldim, gördüm ki, bəs deyirəm, siz necə görürsünüz, mən də elə. Yanğın hadisəsi böyük bir ərazini əhatə edib. Bəli, sağ olsun rayon sakinləri, hamı əl qol atdı, yəni yeşikləri araladılar oradan, yanğından, alovdan kənarlaşdırdılar. Şükür Allah ki, hələ ki xəsarət alan olmayıb. Bu hadisə elə bir ki, biz burada idik, Qarolçun yanında idim, işim vardı mənim onunla. Buradan görürük ki, səs gəlir də, gəldik görürük ki, alışıb, pacarnicədə zəng elədik, həlib gəlincəyə qədər alışdı yəni. Sahə böyük sahədir. Böyükdür sahə. Nələr var içəridə? Yeşil sexi. Sizə köməyiniz bir vətən. Hədə, vətəndaş kömək nə var? Bu yeşilləri daşıdıq, tökdük çöllərə. Çünki o tərəfə od düşməsin. O tərəfə od düşsün, o yüzden də evlər vardı. Onlara təmiz yana bilərdi. Ona görə də elə olan oldu, nə var? Məmmədov Qalib Əsaboğlu. Burada bir saat olar bundan qabaq. Burada yeşil sexi var. Bu yeşil sexindən alov başlayıb, bilmirik nədən olub. İşıqdan olub, kim olub. Oradan yalov düşüb, evdə hamısı yanıb. O evdə yanıb, bu evdə yanıb. Ələ gələsi bir şey yoxdur evdə. Girən evə də baxayın. Neçə otaqlı evləndiniz? Ev 1, 2, 3 otaq, bir zal, bir kuxuna. Evdə də olub, yanğın vaxtı. Xeyr, olmayıb, qoşuda olub. Necə gördün, necə dedilər? Qoşu dedi ki, gördüm ki, bəs şeydir, elə bildik, burada fişək atıldı. Riski deyir, oldu deyə yandı hamısı. Evlə çox yaxındır, sexin məsələn. Deyir, bu yüzden, deyir, 1 metr, bura sexdir, bura. Navesti bu da sexdir, deyir, o sexdir. Tüsü çıxan yer sexdir. Dedilər 2 dənə ev yanıb burada. Hə, dalda bir dənə ev yanıb, hə. Bəli, dalda da bir dənə ev yanıb, qoşudur, Nazimdir, onun ev yanıb. Belki ilkin ehtimal üçün gəldiniz, bu hal şahidi kimi. Nədən şübhələn, nədən eşitdiniz, nə deyirlər? Vallahi dedilər ki, qardaş, sexdən yanıb da demədilər nədən olub, işıqdan olub. Bizim bu evə, bax, bu evi tibməlisən, nə yapın lazım? 70-80 min. İçində nələr yanıb? Hər şey, evdə. Çıxada bilməmiş. Heç deyəm, gəlin burada hamısı yanıb içərdə. Əşyasıyla bir yerdə yanıb. Hamısı əşyasıyla bir yerdə hər şey yanıb. Xalça, palaz, nə bilim, televizor, divan hamısı yanıb. Belə, bəli, üçündə danışsa, kətlər gördük bu gəmləri biz. Bu evi tihmək, içi qurmaq eləmək 100 min pul lazımdır.